Salamlar, Axtardığınız Cavablar podkastının yeni buraxılışından hər kəsə xoş gəlmisiniz deyirəm. Mən bu podkastda kitablardan öyrəndiyim həyat dərslərini ən qısa və kompakt formada sizə çatdırıram. Düşünürəm ki, mənə çox kömək olmuş bu məsləhətlər sizin də həyatınızın hansısa bir hissəsində sizə faydalı olar və dəstək göstərər. Bugün bəhs eləyəcəyimiz mövzu yəqin ki, bütün dövrlərdə insanların ən böyük problem kimi adlandırdığı qəzəbli olmaq, qəzəbi idarə etmək üzərindədir və bəhs eləyəcəyim kitab isə Qəzəb rəqsi, öfkə dansı və ya Dədən söhbələn adlanır. Bu kitabda, ümumiyyətlə kitab bir psixoloq tərəfindən yazılıb və əslində qəzəbin sandığımız qədər qorxulu bir hiss olmadığından bəhs eləyir. Əksinə, bəlkə də bizi öz mənliyimizə ən çox yaxınlaşdıran, həyatımızda münasibətlərimizi ən çox düzəltməyə kömək edən bir hiss olaraq qəzəb hissini ələ alır və daha geniş şəkildə təhlil edir. Başlayaq əslində birinci qəzəbli insan anlayışından. Məncə bunu anlamaq daha bizə kömək olar ki, növbəti mərhələlərdə qəzəbi sevə bilək. İlk növbədə biz düşünürük ki, qəzəbli insan o insandır ki, hansısa bir problem qarşısında çox sərt bir şəkildə reaksiya verir. Bu kənardan görünən versiyada düzgündür, amma əgər özümüzü qəzəbli insan olaraq adlandırırıqsa, bunu başa düşməliyik ki, reaksiyamız sərt olsa belə, qəzəb o zaman yaranır ki, bizim içində olduğumuz situasiyaya qarşı bir narahatçılığımız var. Yəni biz əslində o situasiyanın içərisində yaxşı hiss eləmirik. O situasiyada bizə təhlükəli olan hansısa bir hiss var və ona görə də biz çox yüksək duyğular içərisində oluruq və bu duyğuları daha yüksək formada ifadə edirik. Yəni əslində səbəb olaraq həqiqətən də hətta kənardakı bütün insanların problem olduğunu düşünmədiyi bir vəziyyət olsa belə, yenə də o vəziyyətdə, yəni qəzəbləndiyimiz halda bizim üçün təhlükəli olan bir şey var. Bunu ilk növbədə qəbul etməliyik və bunu qəbul etmək bizim sonrakı mərhələlərdə işimizi çox rahatladacaq. Yəni biz qəzəbli ona görə deyilik ki, biz sadəcə çox emosionallıq, biz qəzəbli ona görə deyilik ki, bizim xasiyyətimiz çox həssasdır, hər şeyə tez reaksiya veririk. Biz ona görə qəzəblənirik ki, yaranan və yaradılan situasiya həqiqətən də bizə təhlükəli gəlir və bizi narahat edir, içində özümüzü huzurlu hiss eləyə bilmirik. Ona görə də buna bir şəkildə, daha doğrusu sərt bir şəkildə reaksiya veririk. Yəni əslində problem elə vəziyyətin özündədir. Problem bizim qəzəbimizdə deyil. Birinci bunu başa düşməliyik ki, o problemi o situasiyanın içərisində axtaraq. Yəni tutaq ki, siz əgər düşünsəz ki, mən öz qəzəbimi idarə edəcəm və bunu sadəcə belə edəcəm ki, sakit qalacağam. Yəni bir problem olanda onun qarşısında daha tutaq ki, 100-ə qədər sayacağam, yəni sakit qalacağam, nəfəs praktikalar eləyəcəm və s. Bunlar sizin verdiyiniz reaksiyanı dəyişir, amma əslində qəzəbə səbəb olan situasiyada heç bir dəyişiklik yaratmayacaq. Ona görə də ilk üzləşməmiz gərəkən mövzu odur ki, o situasiyanı qəzəbləndiyimiz anda nəyə qəzəbləndiyimizi axtarıb tapmaq. Bu bəzən insana elə gəlir ki, mən bilirəm də nəyə əsəbləşmişəm, amma əslində bilmirsiniz. Bilsəydiniz əsəbləşməzdiniz. Yəni bilsəydiniz o qədər çox qəzəblənməzdiniz. Qəzəb əslində bilmədiyimiz, yəni nəyin bizi narahat elədiyini bilmədiyimiz anlarda ortaya çıxan duyğudur. Ona görə də gəlin biraz bunu analiz edək ki, biz bunu necə tapa bilərik. İlk növbədə qəbul elədik ki, bəli, biz qəzəbləniriksə, həmin an deməli doğrudan da bizi narahat edən bir şey var və bu saxta bir şey deyil. Yəni bu vacib deyil ki, hamı qəbul eləsin ki, ətrafımızdakı bütün insanlar dəstəkləsin ki, doğrudan da bu problemdə ola bilər ki, hamı bunu çox normal görür, amma sizi narahat edən bir şey var. Çünki bu sizin əvvəl yaşadığınız bir hadisədən bağlı ola bilər. Bu sizin bugünə kimi öyrəşdiyiniz hansısa bir davranışa uyğun gəlməyə bilər. Yəni hər kəsin həyat təcrübəsi fərqli olduğu üçün hər kəsin də bir mövzu qarşısındakı reaksiyası eyni ola bilməz. Ona görə də həmin vəziyyətdə sadəcə ilk düşünməyimiz gerəkən sual budur ki, mən hazırda həqiqətən nəyə əsəbləşdim? Gəlin belə bir fikirləri analiz edək ki, ola bilər ki, işdəsiniz, hansısa bir iş yoldaşınızın sözünə əsəbləşdiniz. Bir münasibətdəsiniz, o münasibətdə sizə göstərilən bir diqqətsizlik davranışına əsəbləşdiniz. Və yaxud da uşağınızla münasibətdə onun elədiyi hansısa bir dəcəlliyə əsəbləşdiniz. Günün sonunda bütün hamısında qəzəb ortaya çıxır, amma hər birinin səbəbi fərqlidir və hər birinin
bu görünən vəziyyətdir, yəni görünən səbəblərdir. Bir də görünməyən səbəblər var. Yəni baş verən hadisənin sizdə yaratdığı narahatlıq var. Yəni siz nəyə görə narahat oldunuz? Məsələn, uşağınız dəcəllik elədi, siz başladınız əsəbləşməyə. Əslində əsəbləşdiyiniz onun dəcəllik eləməsi deyil. Əsəbləşdiyiniz sizlə bağlı olan bir şey olmalıdır. Yəni sizin içərinizdə bir hiss yaranmalıdır ki, sizi təhdid edən, sizi təhlükəyə salan, sizi narahat edən o hiss sizi qəzəbləndirir. Məsələn, o dəcəllik qarşısında nəsə dağıldı və siz əslində ona görə əsəbləşirsiniz ki, siz onu yığışdırmalısınız. Yığışdırma məcburiyyətindəsiniz daha doğrusu. Bunun üçün kifayət qədər çox yorğunsuz. Həmin dağılan nədirsə əşyanı yığışdırmaq üçün sizin çox vaxtınız gedəcək və o vaxtda siz əslində oturub rahat çay içməyə planlamışdınız. Yəni siz əslində planınız pozulduğu üçün əsəbləşdiniz. Yəni o uşaq dəcəllik elədiyi üçün sizin planınız pozuldu və sizi bu qədər çox qəzəbləndirən sizin bəlkə də bütün gün ərzində xəyal etdiyiniz o huzurlu çay içmə anının pozulmasıdır. Yəni əslində kənardan görünən situasiya başqadır, sizin daxilinizdə gedən proseslər başqadır. Yəni siz həmin an o uşağa çox sərt reaksiya verməkdənsə, çox böyük qəzəb göstərişləri eləyib sonra peşman olmaqdansa, qəbul eləsəz ki, hə, indi mənim rahatlığım pozuldu, o xəyal etdiyim o çay içmə anına biraz daha gec çatacağam, bəlkə də bugün çata bilməyəcəm, nə desəm, vəziyyət buna görə narahat oldum. Amma bunu əvəz edə bilərəm, yəni bunu başqa bir şəkildə bu vəziyyəti yenidən özümə rahatlığı qura bilərəm, problem deyil. Sadəcə bu məsələ 1 saat daha ertələndi. Bunu düşünmək həmin an, yəni sizin narahat edəcək əsas səbəbi tapıb, onun üzərindən bir həll formalaşdırmaq sizin qəzəbinizi idarə etməyinizin əsl və həqiqi formasıdır. Yəni orada siz nə qədər də özünüzü sakit saxlasanız, nə qədər də tutaq ki, o uşağınıza qarşı münasibətdə sakit davranmağa çalışsanız, əgər qəzəbin həqiqi səbəbini bilib onun üzərində işləməsəz, yəni onun üzərində bir reaksiya formalaşdırmasanız, yenə də bu başqa bir dəfə özünüzü saxlasanız, 2 dəfə saxlasanız, 3-cü dəfə mütləq şəkildə bir özə vermə məcburiyyətində qalacaqsınız, çünki siz səbəbi həll eləməmisiniz. Eləcə də bir iş yoldaşınız və ya da bir şəxsi münasibətinizdə bir məsələ olanda, tutaq ki, hər hansısa bir anda müəyyən bir söz sizə təsir elədi. Bu söz mənə niyə təsir elədi? Yəni tapmamız gərəkən tək cavab budur. O niyə bu sözü dedi deyil, o mənə niyə bu haqsızlığı etdi deyil, o niyə düşüncəsiz davrandı deyil. Bunların heç biri, yəni kənar insanlarla bağlı olan, hətta kənar insanlarla bağlı olmuş kimi görünən situasiyalarda belə heç bir duyğu kənar insanla bağlı deyil. Hər bir duyğu sizin içərinizdə olan, beyninizdə dolaşan bir narahatlıqla bağlıdır. O narahatlığı tapmağa çalışmalıyıq. Mən o qədər belə an xatırlayıram ki, tutaq ki, bir hadisə olub və mən ona əsəbləşmişəm. Sonra düşünmüşəm ki, mən buna niyə əsəbləşdim? Yəni əsəbləşib bu arada reaksiya verə bilərdim, verməmişəm. Yaxşı ki, artıq bu kitablar sayəsində, aldığım təlimlər sayəsində düşünəndən sonra reaksiya vermək qabiliyyətini özümdə demək olar ki, formalaşdıra bilmişəm. Yaxşı ki. Və həmin anları düşünəndə ağlıma gəlir ki, məsələn, bir hadisə olurdu və mən düşünürəm ki, mən bu diqqətsizliyə qarşı reaksiya verdim. Əslində reaksiya verdiyim diqqətsizlik deyildi. Əslində reaksiya verdiyim mənim bu münasibətdə önəmsiz hiss elədim. Mənim də doğrusu duyğularımın bu münasibətdə önəmli olmaması olub. Bu keçmiş təcrübələrlə də təkrarlanan bir hadisə olduğu üçün düşünmüşəm ki, hə, deməli bu dostluğumda da mənim hər hansı bir hiss eləməyim heç bir önəmi yoxdur qarşı tərəf üçün. Ona görə də o hələ də falan sözü deməyə davam edir. Və bu o deməkdir ki, mənim yeni dostum da məni önəmsəməyən biridir. Mən özümün önəmsiz olduğuna bağlı narahatlığım yaranıb və bu narahatlığım nəticəsində qarşı tərəfi qəzəbim yaranıb. Amma bunu düşünəndə belə bir ana gəlib çıxmışam ki, okey, buradakı problem mənim özümlə bağlıdır. Mən burada ya qarşı tərəfə nəsə deməliyəm, yəni onunla bu məsələni uzun-uzun müzakirə etməliyəm ki, mən bu məsələdə falan şey görə narahat oldum, falan mövzu məni narahat edir. Ya da ki, görsəm ki, qarşı tərəf bu dəqiqə bunu anlayacaq vəziyyətdə deyil. Sadəcə uzaqlaşıb öz problemimi həll etmək. Yəni artıq mənə o dəyərsiz hiss elətdirən duyğu nədirsə dəfələrlə təkrarlanan və yenə təkrarlandığı üçün məni narahat edən, onun üzərində kənarda tək başına işləməyi seçmişəm. Yəni bunların hər ikisi bir variantdır, amma əgər hansısa bir anda görürsünüzsə ki, o
mübahisə davam edə bilmir. Yəni o mübahisədə hansısa bir tərəf uzlaşmaya gedə bilməyəcək. Elə anlarda uzaqlaşmaq və öz problemini, yəni tapdığınız narahatçılığın səbəbini tək başına həll etmək də effektiv ola bilər. Çünki əslində biz heç birimiz bir-birimizə borclu deyilik ki, nə qarşı tərəf bizim hisslərimizin məsuliyyətini götürsün, nə də biz qarşı tərəfin hisslərinin məsuliyyətini götürək. Yəni bunu dərk eləyəndə ki, mənim bütün hisslərim özümlə bağlıdır. Ola bilər ki, bu hisslərim, bu problemləri bir yerdə həll edəyəm. Ola bilər ki də qarşı tərəf bunu eləmək istəməsin, hansısa bir uzlaşmaya getmək istəməsin. Mən bu problemi tək də həll edə bilərəm. Çünki bu mənim problemimdir. Yəni bu məsuliyyəti götürmək lazımdır. Bununla bağlı bu kitabda əslində biraz da ailə münasibətlərinə bağlı çox qəşəng izahlar var. Deyilir ki, ailədə, yəni ki, çoxumuzun ailəsində belə hallar yaşanıb. Ona görə bu mövzuya da məncə biraz toxunsaq yaxşı olar. Deyilir ki, ailədə problemli uşaqlar, yəni problemli kimi göstərilən uşaqlar, əsəbi uşaqlar, çox emosional uşaqlar, hansı ki, hər ailədə olur da deyirlər ki, ona dəymə. Ona dəymə deyilən uşaqlar əslində o ailədə olan hansısa bir problemin üstünü örtmək üçün elə davranırlar. Yəni onların avtomatik o emosional olmaqları, o qəzəbli olmaqları, o problemli olmaqları ailədə olan başqa problemləri, yəni başqa açıq şəkildə olmayan, üstü bağlı problemləri ört-basdır eləmək üçün o uşaqların yaratdığı bir reaksiyadır. Bu qəzəb formasında ola bilər, çox həssaslıq formasında ola bilər. Yəni istənilən halda xoş bir forma deyil təbii ki, neqativ başa düşülən bir reaksiyadır və bunun səbəbi əslində başqa bir problemlərin üstünü örtməkdir. Mən bu haqqda düşünəndə bunun gerçək olduğunu fərqinə vardım. Çünki həqiqətən də bəzən iki nəfər arasında olan münasibəti iki nəfər həll edə bilmir deyə o münasibətə üçüncü, dördüncü insanlar girir. Bunlar bəzən ana-ata arasındakı münasibətə uşaqların daxil olması, bəzən ailə böyüklərinin daxil olması, bu və yaxud da iş yerində iki nəfər arasında problem var. Üçüncü adam girir araya, onları malalayır, amma sonra əslində daha da onlara pis eləmiş olur. Çünki orada bir problem var, problem danışılmadan qalır, üstü bağlanır. Ailədə də bir problem olur, uşağın problemli davranışları nəticəsində diqqət başqa tərəfə yönəlir və yenə də o problem həmin ailədə qalmağa davam edir. Yəni bu bütün dost münasibətlərində də mənim özümün də şəxsən təcrübə elədiyim hallar olub ki, problemli tutaq ki, üçlü, dördlü qruplarda problemli tərəflər var və o tərəflər bir-birinə problemi açıq şəkildə danışa bilmədikləri üçün və yaxud da o problemin nə olduğunu hər iki tərəf də özündə səmimi olaraq tapmadığı üçün ortada daim belə yanğına hazır bir vəziyyət yaranır və elə bir əllərini sulanda kənardan bir nəfər gözləyir ki, bunlar yanmağa başlayanda mən tez bunları söndürürəm. Amma əslində edilməsi gərəkən bu deyil, edilməsi gərəkən ya həmin iki insanın birlikdə ya da tək-tək ayrılıqda onlarda o qəzəbi, o bir-birinə qarşı aqressiyanı yaradan səbəbləri tapıb onların üzərində işləməkdir. Bu bəlkə səmimi ünsiyyət şəklində danışıla bilər, ya da bəlkə bayaq dediyim kimi təklifdə bu məsələ biraz daha dərindirsə, sizin bu mövzudakı yaranız daha dərindirsə, təklifdə üzərində çalışaraq bu məsələni həll edə bilərsiniz. Nəinki kimlənsə uzun müzakirələr girməklə. Yəni qısacası kitabda bəhs edir ki, qəzəb özümüzü kəşf etməyə doğru istifadə olunandan bizim ən gözəl dəstəkçimizdir. Yəni qəzəbi başqa insanlarla, başqa hadisələrlə, başqa vəziyyətlərlə əlaqəli olduğunu düşünmədən, sırf bizimlə əlaqəli olduğunu düşünsək və yola bu şəkildə davam eləsək və qəzəbi idarə etməyə əslində özümüzdə o səbəbi tapmaqla başlasaq və o səbəbin üzərində işləyərək davam etsək, əslində bizim qəzəb deyə bir hissimiz qalmaz. Özümüzü narahat edən, peşmançılıq yaradan, sonradan oturub düşünəndə niyə bunu etdim deyə bizi narahat edən davranışlara etməyə məcburiyyətində qalmarıq. Çünki artıq əslində səbəbini bilirik. Səbəbini bildirmiş üçün də təbii ki, mən düşünürəm ki, səbəbini tapan hər kəs onun üzərində işləyəcək. Ona görə o mövzuya ümumiyyətlə detallı şəkildə daxil olmuram, amma bu təbii ki, vacibdir ki, siz bir şeyin səbəbini bilərək yaşamağınız təkcə sizin ağıllı və yaxud da özünü dəyişən, təkmil bir insan olduğunuz demək deyil. Çünki ətrafımda da bu çox son zamanlar çox qarşıma çıxır ki, problemin nə olduğunu fərqində olan, amma heç nə eləməyən insanlar. Yəni bilir ki, problemi sırf bu məsələdən bağlıdır, maddi və yaxud da mənəvi. Amma bunu sadəcə belə reallıq kimi qəbul edir. Heç nə dəyişə biləcəyinə dair öz inancı yoxdur.
Bu əslində çox böyük bir mövzudur. Bəlkə gələcək podkastlarda sırf bu addım atma cəsarətindən bəhs eləyərik. Amma düşünün ki, bir həyat yaşayırsınız və bu sizin həyatınızdır. Heç kim burada gəlib başrolu oynaya bilməz, çünki siz başrol və başrolda heç nə eləmək istəmir. Yəni verilən ssenarini çox sadə bir şəkildə davam etdirməyə seçir. Yeni heç bir addım atmır, yeni heç bir qərar vermir. Necə sıxıcı bir həyat olardı. Yəni kənardan öz həyatınıza baxsaz, o həyatı yaşamaq istəyərdinizmi? Əgər cavabınız yoxdursa, onda elə addıma keçmək üçün, bir addım atmaq üçün məhz bu anı əsas götürə bilərsiniz. Kənardan baxsam, mən bu həyatı yaşamaq istəməzdim. Deməli, bu həyatda mənim həyatımdır və mən dəyişməliyəm, mən addımlar atmalıyam və onun addımları da düzgün təməldə atmağım üçün özümün, mənliyimin fərqində olmalıyam. Dediyim kimi biz nəticədə heç bir emosiya olmayan, heç bir reaksiya verməyən bir insana dönüşməli deyilik. Bizi narahat edən mövzularda heç bir reaksiya verməməyimiz zamanla mənliksizləşməyimizə səbəb olur. Bu kitabdan bir cümlədir. Məncə çox qəşəng cümlədir. İnsanın öz mənliyini itirməsi o vaxt baş verir ki, sizin əslində mənliyinizə təhlükə yaradan şeylərə reaksiya verməməyə başlayırsınız. Biz qəzəb hissindən ona görə qurtulmağa çalışırıq ki, o bizə daha sonradan peşman olacağımız addımlar atdırır və kitabda belə çox gözəl bir cümlə var ki, insan özünü günahlandıraraq, daim mühakimə eləyərək, səhvlərini xatırladaraq dəyişə bilməz. Dəyişmək özünü sevmək tələb edir. Yəni siz özünüzü sevdikdən sonra dəyişmə qərarına gələ bilərsiniz. Bəlkə də özünü dəyişməyən, daim eyni döngülərdə qalan, daim eyni həyatı, eyni səhvləri, eyni çətinlikləri yaşayan insanlar elə özünü sevməyi kəşf eləməmiş insanlardır. Baxmayaraq ki, bizim bu həyatda çoxumuzun ilk arzusu daha çox sevilmək, daha çox xoşbəxt olduğunu düşünmək olsa belə, yəni ki, ilk addım elə özünü sevməkdən başlayır. Bu da özün üçün bir şeyləri, səhv gedən bir şeyləri dəyişmək cəsarətini göstərməkdən başlayır. Bəlkə də artıq nələrsə fərqinə vardınız. Bəlkə bundan sonra ilk qəzəbləndiyiniz anda bu podkastda danışanlar yadınıza düşər və oradakı real səbəbləri tapıb probleminizi həll etmiş olarsınız. İstənilən halda çox sevinərəm. Çox sevinərəm ki, danışdıqlarım sizlərə kömək eləyər. Əgər eləsə, mənə yazmağı, mənimlə paylaşmağı unutmayın. Çünki bu podkast seriyasını sırf buna görə edirəm. Əslində, yenə bu kitabdan bir cümlədir ki, insan ən çox öz öyrənmək istədiklərini öyrədir. Bunlar mənim öyrənmək istədiyim şeylərdir və mən bunlardan təsadüfən oxuduğum kitablar nəticəsində tanış olmuşam. Və bu öyrənmək istədiklərimi sizə öyrədirəm. Bir növ özümə təkrar üçün, bir növ sizlərə faydası olsun deyə. Yəni eyni yollardan zaten keçirik hamımız. Bəlkə siz bu yolun başında elə bu məsləhəti dinləyib daha yaxşı şəkildə bu həyatı qura bilərsiniz. İstənilən halda dəyişim çətindir, amma çox gözəldir. Bunu unutmayın. Bunu həyatını çox dəyişmiş biri olaraq sizlərlə paylaşıram. Çox səmimi şəkildə. Növbəti buraxılışlarda görüşərik. Hələlik.